Tatarstan 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü mübarək olsun yazır Tatarstan, Müstəqil Tatarstan Sürgündəki Hökumət adından Rafiz Kaşapov və deməli Müstəqil Tatarstan Sürgündəki Hökumətinin baş naziri. Şəkildə gördüyünüz qardaşımız çox sağ olsun, var olsun. Çeçen Avropada olan deməli Çeçen ağsaqqallarının Şurası adından Azərbaycan xalqını təbrik edirlər dəyərli dostlar və bizlərə can sağlığı arzulayırlar. Deməli deməli Avropa Çeçen ağsaqqalları Şurası belə. Bu rus dilində yazılıb. Bilirsiniz ki, Çeçenlərlə bizim aramızda başqa dil yox olmadığı üçün mütləq rus dilində bu münasibət olmalı və ya ingilis dilində. Hər halda yaşlı nəsil bugün hələlik rus dilindən istifadə edir. Mən üzr istəyirəm, Teymur bəy, bu assambleyadır. Orada çoxlu təşkilatlar təmsil olunur. Bu Ağsaqqallı Şurası konkret olaraq. Yəni, bu Avropada yaşayan Çeçenlərin adından. Teymur bəy təqdim etdi. Mühacirətdə olan Tatarstanın hakimiyyətin rəhbəri, yəni Rafiz Kaşapovdur. Sonra Kafkaz Xalqlarının Assambleyasının prezidenti Ruslan Kutayevdir. O Dünya Dağistan Xalqlarının Dünya Kongresi, yəni Əhməd Əhmədovdur Dağistanda. Ümumiyyətlə Kafkazda tanınmış bir şəxsiyyətdir. Noqay Türklərinin yəni orada bir hərəkət var. Orada başçılıq edən də Rizvan Kabukayevdir. Severski Kray deyirlər. Bu Ukraynanın şimalıdır. Belqaraddır, Bryanskdır. Onlar da bilirsiniz ki, Rusiyadan bir hərəkətdir. Rusiyadan ayrılaraq yəni öz müstəqillərini elan etmək niyyətindədirlər. Bizim qardaş Gürcüstandan da, yəni Gürcüstan naminə hərəkətdir. Bilirsiniz ki, bu böyük bir hərəkətdir. Saaqaşvilinin hərəkətidir. Və dünən onlar möhtəşəm bir yürüyüş təşkil etmişlər Gürcüstanda. Bilirsiniz ki, Gürcüstanda 24-cü ildən bəri həmən bu etiraz aksiyaları davam edir. Yəni, Teymur bəy qeyd etdi, yəni Ağsaqqallar Şurası. Siz bilirsiniz ki, Çeçenlərin Ağsaqqallar Şurası çox assambleyadır. O assambleyada da ayrı-ayrı təşkilatlar təmsil olunur və o assambleyanın adından elə Ağsaqqallar Şurasının məktubu daxil olubdur. Və mən dostlarımdan, bu çox vacib dəyərli həmvətənlərim, Gürcülərə də çoxlu sayda belə təbriklər oldu. Və onlar bir klip hazırladı. Bütün, hətta Gürcüstanda bəzi kanallarda nümayiş etdirildi. Yəni oxundu bizim o məktublarımız. Mən çox istərdim və xahiş edirəm sizdən də. Siz çalışın, paylaşın bu təbrikləri. Bu lazımdır, vacibdir. Bunlar Azərbaycanın dostlarıdır və gələcəkdə də elə Kafkazı, elə Azərbaycandır. Biz hamımız birlikdə Kafkazı necə deyirlər, Kafkazın müstəqilliyi uğrunda hamımız birlikdə mübarizə aparacağıq. Bu daha da asan olacaq bizim üçün. Buna görə də öz sosial şəbəkələrinizdə, dostlarda, elə bizim qruplarda siz çalışın bunları paylaşın. Və yaxşı olardı Teymur bəy, bir klip hazırlayardınız. Yəni Azərbaycan, deyəkin, bax, gimni şeyində bu təbrikləri nümayiş etdirərdi. Hələlik bu qədər, dostlar. Bəli, çox təşəkkür edirəm İsa bəy. Daxil olan müraciətlərin bəzilərini hətta Azərbaycan dilinə də tərcümə ediblər, özləri göndəriblər. Sağ olsunlar, var olsunlar. Çox minnətlər və belə bir müraciəti biz də bilirsiniz ki, təbriki biz də Gürcülərə göndərdik. Yayın 26-sında olan Gürcülərin müstəqillik gününə və belə bir-birinə bu şəkildə dəstək vermək lazımdır, çox vacibdir. 100 mindən çox baxışlar olubdur, əziz dostlar. İndi çoxlu sayda mənə göndərirlər. Təşəkkürlər, zatlar, yəni onu. 100 minlərlə baxış olubdur. Bu çox vacibdir və ilk dəfədir ki, bax belə təbriklər bu müstəqilliyi ilə bağlı təşkil olunur. Və bundan sonra da əminəm ki, bu ənənə davam edəcək.